Ramazan ayının sonuncu günü, onun axşamı, yəni o axşamdan sonraki səhər gəlir fitr bayramıdır. Həmən axşamı bizə hədislərdə deyiblər, əhya saxlayın. Hətta belə oxudum hədisi. Siz elə bilməyin, Qədr gecələrindən aşağıdadır bunun fəziləti. Elə düşünməyin. Fəziləti misilsizdir. Əli əleyhissalam haqqında oxudum ki, heç vaxt o günləri yatmazdı, o yaqqalardı. Hədis belədir, mən əhya leylətəl eyd ləm yəmut qalbuhu. Kim o gecəni oyaq qalsa qəlbi ölməz. Əməllərindən deyirəm sizə, o gecəni verməyin bunlar əldən al. 6 rikətlik namazı var. 2 rikət, 2 rikət qılacaqsınız, 3 dənə. Niyyətiniz bu olacaq, bu gecənin namazını qılıram, qürbətən Allah. 2 rikət, 2 rikət. Hər rikətdə Fatihədən sonra 5 dənə ixlas. Hər 2 rikətdə salamı deyəcəksiniz. Hədisdə var, kim bu namazı qılsa, qiyamət günü nəinki özü cənnətə gedər, öz ailəsini şəfaət edib əlində.